İnsanlar nəyə görə bu dərəcədə aqressiyaya meyl etdilər? Düşündürücüdür. Bu yazını oxuyandan sonra səbrə, qəzəbə və mən hissinə tam başqa cür baxacaqsan. 2. Heç düşündünmü, niyə insanlar daha çox əsəbləşir, amma daha az xoşbəxt olur? Cavab bəlkə də nəfsdə gizlidir. 3. Oxuyub bitirəndə anlayacaqsan ki, həyat sürətləndikcə insan azadlaşmır, nəfsinə daha çox əsir olur. 4. Bu yazı sənə nəfsini tərbiyə etməyi, səbir qazanmağı və daxili rahatlığı tapmağı öyrədəcək. 5. Əgər tez-tez əsəbləşir, dözə bilmirsənsə, bu yazı sənə niyə belə olduğunu və bunu necə dəyişə biləcəyini göstərəcək. 6. Oxuyub sona çatanda anlayacaqsan, məhdudiyyət cəza deyil, nəfsdən azad olmağın yoludur. Bunun səbəbi nəfs, səbirsizlik və intizam çatışmazlığı ola bilərmi? Nəfs hər zaman nəsə istəyir, sadəcə dəyişən onun sürəti və resursudur. Məsələn, əvvəllər nəfs məlumat tapmaq üçün kitabın orta hesabla 200-300 səhifəsini vərəqləməli idi. Bilikli insanların qəbuluna düşmək üçün isə bəzən aylarla zaman, minlərlə kilometr yol qət etməyə səbir göstərmək lazım idi. Televiziya və radio dövründə bu proses bir qədər qısaldı, lakin yenə də müəyyən saatlarda başlayan verilişləri və proqramları gözləmək gərəkirdi. Sonra dial-up internet dövrü başladı. Biz həvəslə orta hesabla 56 kilobit sürətlə məlumatlar alır, məqalələr oxuyurduq. Bugünkü internet sürətini qeyd etməyə belə dəyməz, hər biriniz gözəl bilirsiniz. Bu dəyişikliklə paralel olaraq həm əyləncə formaları, həm də həyat tərzi, informasiya mənbələri və onun istehlak vaxtı tamamilə dəyişdi. Əvvəlcə mətn və məqalələr, sonra YouTube-da saatlarla izlənən videolar, Facebook-da bir neçə dəqiqəlik kliplər, daha sonra Instagram-da 1 dəqiqəlik, TikTok-da isə 15 saniyəlik videolar. İndi isə süni intellekt, məsələn, ChatGPT vasitəsilə istənilən məlumatı dərhal əldə etmək mümkündür. Düşünmə və işləmə prosesi sürətləndi. İş günləri qısalır, məzuniyyətlər uzanır, insanların arzuları isə bir-bir gerçəkləşir. Amma qəribədir, bu qədər rahatlığın içində insanlar daha da əsəbi, narazı və tənha olublar. Yollarda yersiz siqnallar, aqressiya, səbəbsiz qəzəblər artıb. Ailələrdə dözüm azalıb, artıq heç kimin bir-birini dinləməyə səbr gücü qalmayıb. Boşanmalar çoxalıb, insanlar xırda şeylərdən bezir, ən kiçik narahatlıq belə münaqişəyə çevrilir. İnsanlar xoşbəxt olmaq əvəzinə daha çox narazı və bədbin görünürlər. Sürətlənmə gözləməyi azaldır, bu bir tərəfdən gözəldir. Ancaq nəzarətsiz olduqda səbrimizi də ondan qat-qat azaldır. O vaxtlar insanların bir-birinə mehriban olmasının səbəbi təkcə sadəlik və kasıblıq deyildi, onlar gözləməyi bacarırdılar. Bir növ resurs azlığı da buna kömək edirdi. Mağazaların sayı az idi, məhsul da az olurdu. Növbədə dayanmaq, bir sənədin imzası üçün günlərlə gözləmək, məktub yazıb həvəslə cavabını gözləmək, bütün bunlar həyatın təbii bir hissəsi idi. Nəfs gözlədikcə zəifləyir, gücünü itirir. Həyat yavaş idi, amma insanlar bir-birinə qarşı daha səbirli və anlayışlı idilər. Yox. Məktubları göyərçinlə göndərməyi, maşınları at arabası ilə əvəz etməyi təklif etmək fikrim yoxdur. Allah qatında bəşəriyyətin cövhəri, yaradılışın zirvəsi, yer üzünün xəlifəsi olan insan, hər cür halal naz-nemətə layiq və qadir olmaq üçün yaradılıb. Bəs sizcə insana məhdudiyyət lazımdırmı? Əslində insanı heyvandan ayıran da, mələklərdən fərqləndirən də nəfsdir, onun varlığı və ona qalib gəlmək gücü. Bu məhdudiyyət yeni texnologiyalardan istifadə qadağası kimi başa düşülməməlidir. Heç kim deyə bilməz ki, insan gözəl ev, rahat maşın, sevimli iş və ya biznes, səyahət, halal əyləncə və digər nemətlərdən istifadə etməsin. Əlbəttə etsin, amma nəfsi doyurmadan. İnsan ən çox möhtac olduğu, onsuz yaşaya bilmədiyi sudur. Allah belə onu içərkən nəfsi doyurmamaq üçün 3 qurtum içməyi tövsiyə edib. Əvvəlki yazımda da qeyd etmişdim, uşaqların istəklərini dərhal və hamısını yerinə yetirdikdə onların nəfsi islah olunmur. Gələcəkdə hər şey istədikləri kimi getməyəndə depressiya və ruh düşkünlüyü yaşayırlar. Digər tərəfdən istəklərinə kəskin məhdudiyyət qoyulduqda bu dəfə özünə güvən, gələcəyə inam, arzulamaq və nail olmaq hissi həm maddi, həm mənəvi dəyərlər baxımından çox çətin formalaşır. Çıxış yoluna dair təklifimi əvvəlki yazımda qeyd etmişdim. Bəlkə də yaradanı hiss etmək, onun qanunları və yaratdıqları ilə harmoniyada yaşamaq hissimizin, gözlərimizin və qulaqlarımızın önündəki pərdə məhz nəfsdir. Mənim nə dini təhsilim, nə də o sahədə elmi savadım var, heç kimi nə dinə, nə də müəyyən bir əqidəyə dəvət etmək niyyətim yoxdur.
Sadəcə düşünüb təfəkkür etməyi və öz seçimini sağlam şəkildə etməyi tövsiyə edirəm. Bir tərəfdən dini ayinlərə nəfsin tərbiyəsi metodikası kimi baxaq, digər tərəfdən isə gözləmək istəməyən, daim doymaq bilməyən nəfs istəklərinin. Namaz vaxtları insanı nizamda saxlamaq üçündür. Yuxunun şirin vaxtında, alış-verişin qızğın çağında, ad gününün və ya toyun ən gözəl anında nəfsinə hakim olub onu arındırmaq kimi. 11 ay yeyib içib gəzmək, yalnız bir ay, oruc ayında nəfsi günün bir hissəsində susturmaq. Allah burada da öz lütfünü göstərir. Digər tərəfdən insanın mədəsində xəstəlik yaranmasını qismətinə yazır ki, gözləyib səbr etsin, nəfsinin arınmasına və günahlarının azalmasına səbəb olsun. Və ya dişlərin bir-bir azalması da, yeməyi daha yavaş, daha səbirli şəkildə yeməyimiz üçündür. Bütün bunlar insanın səbr etməsi və bu səbr vasitəsilə günahlarının yuyulması üçündür. Sədəqə 70 növ bəlanı dəf edir. Yəni bir insan nəfsinin istəmədiyi halda onu susturaraq kiməsə pul və ya mal verirsə, Allah onu artıq başqa cəzalarla nəfsinə hakim olmağa məcbur etmir. Əgər insan sədəqəni xoşlamadığı halda nə malından, nə mülkündən paylaşmırsa, Allah da ona həmin nemətlərin ləzzətini, xeyrini vermir. İmam Əli buyurub: Allaha xatir hicrət edən kəs Allahla birgədir, çünki o, onun üçün doğma yurdundan və alışdığı nemətlərdən əl çəkmişdir. Burada da nəfs gözləməyə düşür, çünki insan öz yaxınlarından, dostlarından uzaq qalır və gözlədikcə nəfs kiçilir, təmizlənir. Din həmçinin idmanı da tövsiyə edir. Əgər idman rahatçılığı tərk edib Allaha yaxınlaşmaq və sağlamlıq üçün edilirsə, bu nəfsi arındırır. Lakin kiməsə özünü göstərmək üçün edilirsə, bu artıq nəfsi böyüdür. Belə olduqda nəfs daha çox nəticə, daha çox bədən forması istəyir və bunu tez əldə etmək üçün sintetik qidalar, steroidlər tələb edir. Sonda isə travma və fəsadlarla qarşılaşır, gözləntiyə düşür və Allah bu vəziyyəti günahların yuyulması üçün bir vasitəyə çevirir. Bir sözlə, öz xoşu ilə səbrə düşməyən, nəfsinə hakim olmayan insanı Allah nəfsinin çox istədiyi şeylərlə imtihan edir. Həm onu gözlədikcə nəfsini arındırmaq, günahlarını təmizləmək, həm də qafillikdən oyanmaq niyyəti ilə. Sevgi gözləyəni sevgi ilə və ya onun yoxluğu ilə, iş gözləyəni işlə, qohumcanlı olanı yad ölkədə yaşamaqla imtihan edir Allah. Çünki insan nəyi çox arzulayırsa, Allah onu bir müddət gecikdirərək gözlədir, ta ki o istək səbr içində bişsin, nəfs arınsın və bəndə istədiyinə sahib olmaqdan öncə ona layiq olmağı öyrənsin. Bu dünyada hər şeyin bir bədəli var, Allah istədiyini bağışlayar, amma bu dünya səbəb-nəticə qanunları ilə qurulduğu üçün hər şeyin əvəzini yaşamalı oluruq. Günahın bədəli isə həm də gözləməkdir, gözləyərək nəfsi arındırmaq. Quranda Züleyxanın Yusif Peyğəmbərə etdiyi günah nə qədər ağır olsa da, Allah onun səmimi peşmançılığını və uzun müddətli gözləntisini qəbul etdi, nəfsini arındırdı və onu bağışladı. Maraqlıdır ki, bugün çox sayda mentor və koçlar ortaya çıxıb, yaradılış, ruh, insanın daxili istəkləri barədə dərslər, kurslar keçirirlər və bunları pul müqabilində edirlər. Deyirlər ki, bu iş qəti pulsuz olmaz. Bir düşünün, Allah yolunda, mənəvi yolda hər şey pulsuzdur. Allah heç kəsə pulun yoxdur deyə mənəvi yüksəlişi qadağan etməz. Biz halal pulu halal yolda, sədəqə verərək, qurban kəsərək, müsbət düsturu ilə istifadə ediriksə, bəs halal pulu, yəni müsbəti mənfi yolda, uğur gətirən talisman, gizli enerji və ya ruhi proqram adı ilə istifadə edib mənfi nəticə alırıqsa, kimə xidmət edirik?